ən çox aldığım mesajlardan biri ofisiniz hardadır? Uşaqlar, mənim ofisim yoxdur millət. Mən ofis falan açmaq fikrində də deyiləm. Heç vaxtda da ofisdə oturmayacağım uşaqlar. Ofis işi mənlik deyil. Ofis işinin zavod işindən heç bir fərqi yoxdur. Sən gedib ofisdə oturub aylıq maaşa işləmək istəyirsən, nə fərqi oldu? Avqust ayıdır, kakoy ofis? Ofis budur uşaqlar, baxın, suyun içindəsən, sənin işin gedir, işini qurmusan, hər şeyi düzgoş eləmisən, işi avtomatlaşdırmısan və iş sən ora müdaxilə eləmədən irəliləyir. Bunun üçün mən səhifədə yüzlərlə video paylaşmışam. Əgər baxmamısansa, əlbəttə keçid alıb baxmalısan dostum və videolardan bir nəticə çıxarmalısan. Çünki mən orada sənə tam olaraq istədiyin həyatı yaşamağın formullarını izah eləmişəm və bunu sənə ödənişli şəkildə TikTokda, Instagramda paylaşmışam. Bax, belə bir gözəllikdə işləmək hara, ofisdə oturmaq hara dostum. Tutarın, bu mifləri yığışdırın və inkişaf eləyin uşaqlar. Öz işinizi istədiyiniz yerdən idarə eləyin millət. Kimə maraqlıdırsa, prosta yazır, məlumat alır və komandamıza qoşulmaq istəyən və bizlə bir yerdə işləmək istəyənlər birbaşa bizə yazsın və məlumat alsın uşaqlar. Hər birinizə iş var uşaqlar, işləmək istəyənlərə. Oldu, uğurlar.